Herkese salam. Bu tərz araşdırma tipli videoların davamı üçün videomuzu bəyənməyi, paylaşmağı və ən əsasda kanalımıza abunə olmağı unutmayın. Xoş izləmələr. İnsan tarixi boyu ordular, güc, təhlükəsizlik və hakimiyyətin simvolu olub. İlk ordular qədim sivilizasiyalarda əsasən şəhər dövlətləri qorumaq və əraziləri genişləndirmək üçün formalaşıb. Ordu elminin inkişafı hərbi texnologiyaların, döyüş strategiyalarının və liderlik sənətinin formalaşması səbəb oldu. Hərbin inkişaf nəticəsində bəşər övladı tarix boyunca qanlı döyüşlər törətmişdir. Qədim Misir və Hitit döyüşlərinə tutmuş, Roma legionları, orta əsr xaç döyüşləri və dünya müharibələri kimi döyüşlərdə dünyanın siyasi xəritəsi dəfələrlə dəyişmişdir. Bugün əksər ölkələr ordu gücünü ən üstün səviyyədə tutur. Dünyanın ən güclü ordularına baxaq. İtaliya ordusu tarix boyu müxtəlif dövrlərdə və imperiyalarda böyük bir güc olaraq meydana çıxıb. Roma imperiyasının legionlarından başlayaraq İtaliya ərazisi hərbi sənət və strateji yeniliklərin mərkəzi olmuşdur. Müasir İtaliya ordusu isə 19-cu əsrdə ölkənin birləşməsindən sonra formalaşıb və dünya müharibələrində də mühüm rol oynamışdır. İtalyan ordusu həm daxili müdafiəni təmin etmək, həm də beynəlxalq missiyalarda iştirak etmək üçün hər daim inkişaf etmişdir. İtaliyanın əhalisi təxminən 59 milyon nəfərdir. Bu əhalinin 22-23 milyonu hərbi yararlı kimi qeyd olunur. Lakin rəqəmlərin daxilində fiziki və tibbi səbəblərə görə yararsız olan şəxsləri nəzərə alsaq, hərbi yararlı əhali sayı 16-18 milyon civarında dəyişir. Hazırda İtaliyanın 160 min aktiv əskəri, o cümlədən 18 min ehtiyatlı olan əskəri mövcuddur. İtaliya Hava Qüvvələri Aeronautica Militari 1923-cü ildə qurulmuş və bu günə qədər ölkənin hava məkanı qorumaqda əsas rol oynayır. Hal-hazırda İtalyan Hava Qüvvələri 500 təyyarə və 250 helikopterə malikdir. Bunlara qırıcılar, nəqliyyat təyyarələri və müxtəlif növ helikopterlər daxildir. İtaliyanın tank heyəti 1927-ci ildə yaradılmış və 2-ci Dünya müharibəsi zamanı Şimali Afrika cəbhəsində tanınmış tank döyüşlərində iştirak etmişdir. İtalyan ordusunda hal-hazırda 200 tank və 90 raketar sistemi mövcuddur. Bu texnikalar İtaliya ordusunun əsas zireh və artilleriya gücünü təşkil edir. İtalyanın hərbi dəniz qüvvələri Marina Militari 1946-cı ildə 2-ci Dünya müharibəsindən sonra qurulmuşdur. Hazırda İtalyan dəniz donanmasında təxminən 180 gəmi daxildir. Bunlara 8 sualtı gəmi, 1 təyyarə daşıyan gəmi, 4 esmines, 10 freqat, 8 korvet, 12 minə daşıyan gəmi, 60 patrul gəmisi, o cümlədən digər logistik gəmilər aiddir. Hal-hazırda İtaliyanın hərbi büdcəsi təxminən 36 milyard ABŞ dollardır. O cümlədən xarici borcu 3,16 trilyon dollar, dövlət büdcəsi isə 1,1 trilyon ABŞ dollar səviyyəsindədir. Pakistan ordusu ölkənin əsas silahlı qüvvələrinin biri olaraq 1947-ci ildə Pakistanın Hindistandan ayrılması ilə yaradılıb. Hindistan alt qitəsinin bölünməsi zamanı Britaniya Hindistanda xidmət edən müsəlman əsgərlər və zabitlər Pakistan ordusunun əsasını təşkil etdilər. Adı və strukturu rəsmi olaraq Pakistan armiyası olan bu ordu Pakistan silahlı qüvvələrinin quru bölməsini təmsil edir. Ordu ölkənin təhlükəsizliyini qorumaq, daxili və xarici təhlükələrə qarşı müdafiə etmək, həmçinin təbii fəlakətlər və daxili münaqişələr zamanı yardım etmək üçün fəaliyyət göstərir. Ordunun məqsədi Pakistanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır. Pakistan ordusu yarandığı gündən bəri qonşu ölkə olan Hindistanla bir çox savaşa girmişdir. Bunlar nümunə olaraq 1-ci və 2-ci Kəşmir savaşlarını, Bangladeşin müstəqillik savaşını və o cümlədən 3-cü Kəşmir savaşını nümunə göstərmək olar. Hal-hazırda ölkənin ümumi əhalisi 240 milyon nəfərdir və bu da ölkənin dünyanın ən çox əhaliyə sahib ölkə arasında 5-cidir. Hərbi yararlı əhaliyə nəzər salsaq, 18 yaşdan yuxarı və hərbi xidmətə uyğun olan kişilərin sayı 50-60 milyon nəfər təşkil edərkən, qadın və kişilərin birlikdə ümumi sayı 90 milyon nəfərdir. Pakistanın gənc və sürətlə artan əhalisi ölkənin hərbi gücünü daim artırmağa imkan verir. Hərbi xidmətə hazır olan bu insanlar ölkənin ordusunu güclü saxlayır. Hal-hazırda məcburi hərbi xidmət yoxdur, ancaq insanlar könüllü olaraq orduya qoşulur. Günümüzün məlumatlarına əsasən Pakistan silahlı qüvvələrində təxminən 650 min fəaliyyətdə olan əsgər, o cümlədən 500 min ehtiyatlı olan əsgər mövcuddur. Bu rəqəmlər Pakistanın dünyanın ən böyük ordularına malik ölkələrindən biridir və onun hərbi gücünü regionda əhəmiyyətli mövqeyə çıxarır. Pakistan hərbi hava qüvvələri təxminən 900 döyüş təyyarəsinə malikdir. Bu təyyarələr arasında F-16, JF-17 Thunder və Mirage modelləri önəmli yer tutur. Həmçinin Pakistanın 320-350 arası helikopter də var ki, bunlar döyüş və nəqliyyat məqsədləri üçün istifadə olunur. Bugün hava qüvvələri Pakistanın müdafiə gücünün vacib bir hissəsidir. Pakistan tank heyəti Pakistan Armored Corps adı ilə 1947-ci ildə ordu ilə birlikdə yaradılmışdır. Bu birlik ordunun zirehli gücünü təşkil edir. Hazırda Pakistanın təxminən 2400 və 2500 arasında tankı mövcuddur. Bunlar arasında yerli istehsal Əl-Xəlid, Ukrayna istehsal T-80UD və Çin istehsalı Type 85 tankları yer alır. Eyni zamanda Pakistanın arsenalında təxminən 3000 zirehli texnika və 300-350 arasında raketar sistemi mövcuddur.
Bu qüvvələr Pakistanın quru əməliyyatlarında güclü müdafiə və hücum potensialını təmin edir. Pakistan donanması Pakistan NAVI adı ilə 1947-ci ildə yaradılıb və ölkənin su hövzələrini qorumaq üçün fəaliyyət göstərir. Hal-hazırda donanmada təxminən 50-60 gəmi var. Bunların arasında 5 ədəd fırqateyn, 7-8 ədəd korvet, 8 ədəd dənizaltı, 20-30 ədəd patrul gəmisi və müxtəlif nəqliyyat və dəstək gəmiləri mövcuddur. Pakistan donanması dəniz təhlükəsini təmin etmək məqsədi ilə müasir texnologiyalara təzyiq olunmağı hədəfləyir. Günümüzdə Pakistan hərbi büdcəsi 7,59 milyard, dövlət büdcəsi 18,8 milyard və o cümlədən ölkənin ümumi borcu isə 130 milyard ABŞ dollarıdır. Bu büdcə ölkənin mühafizə gücünü qorumaq üçün müxtəlif hərbi bölmələr arasında paylanır. Hərbi xərclərin səmərəli idarə olunması Pakistan silahlı qüvvələrinin effektivliyini artırmağa kömək edir. Türkiyə ordusunun əsası Osmanlı İmperiyasına dayanır. Lakin Türkiyə Silahlı Qüvvətləri rəsmi olaraq 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından formalaşıb. Osmanlı İmperatorluğunun süqutundan sonra Mustafa Kemal Atatürk və digər milli liderlər müasir dövlətin təhlükəsini təmin etmək üçün yeni ordu yaratdılar. Yeni qurulan ordunun əsas məqsədi ölkənin müdafiəsi və milli təhlükəsinin təmin edilməsi idi. Türkiyə Silahlı Qüvvətləri 4 əsas hərbi qoldan ibarətdir. Bunlara quru qoşunları, hava qüvvətləri, dəniz qüvvələri və jandarma və sahil mühafizəsi aiddir. 1952-ci ildə Türkiyə NATO-ya üzv oldu və bu tarixdən etibarən Türkiyə Silahlı Qüvvətləri NATO əməliyyatlarında və beynəlxalq sülh məramlı missiyalarda fəal iştirak edir. Türkiyə ordusu NATO tərkibində bir çox beynəlxalq əməliyyatlarda və missiyalarda iştirak edir. Bunlara nümunə olaraq Koreya müharibəsini, Əfqanistandakı İSAF əməliyyatını, Balkanlarda Bosniya və Hersegovina, Kosovo kimi ölkələrdə olan sülhün təmin edilməsi və sair kimi nümunələri göstərmək olar. Bugün Türkiyə Silahlı Qüvvətləri NATO'nun ikinci ən böyük ordusudur və həm Avropa, həm də Yaxın Şərq bölməsində təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Türkiyə ordusu həm müasir texnologiyalara təchiz olunmuş, həm də regiondakı sabitliyin qorunması üçün beynəlxalq missiyalarda fəal iştirak edir. Türkiyənin 2024-cü ildə əhalisi təxminən 85 milyon nəfərdir. Bunun içərisində 16-49 yaş aralıq olan və hərbiyə yararlı əhalinin sayı 41 milyon nəfərə yaxındır. Hər il təxminən 1 milyon nəfər hərbi xidmət üçün uyğun yaşa çatır. Bu da Türkiyənin silahlı qüvvələri üçün böyük bir potensial təmin edir. Türkiyənin aktiv hərbi personalı təxminən 450 min nəfərdir. Bu şəxslərin təxminən 350 mini quru qoşunlarında, 50 mini dəniz qüvvələrində və 50 mini hava qüvvələrində xidmət edir. Jandarma 150 min nəfərdən ibarətdir və müharibə zamanı silahlı qüvvələrə inteqrasiya oluna bilər. Ehtiyat hərbi personalının sayı təxminən 380 min nəfərdir. Bu, Türkiyənin aktiv və ehtiyat qüvvələrini bir araya gətirdikdə toplam 800 mindən çox hərbi personalın olduğunu göstərir. Türkiyənin hava qüvvətləri, Türk Hava Qüvvələri 1911-ci ildən fəaliyyət göstərir və hazırda NATO üzvü olan əhəmiyyətli bir hərbi təşkilatdır. Hal-hazırda Türkiyə Hava Qüvvələrinin arsenalı təxminən 1065 aktiv təyyarə və 478 helikopter mövcuddur. Bu təyyarələrin içərisində əsasən F-16 Fighting Falcon döyüş təyyarələri, UH-1 Hugo-Us helikopterləri, T-38 Talon təlim təyyarələri və A-129 Magusta hücum helikopterləri kimi modellər yer alır. Türkiyənin tank qüvvətlərinin yaranma tarixi 1911-ci ildən başlayır. O vaxtdan bəri Türkiyə ordusu tank istehsalını inkişaf etdirərək müxtəlif müharibələrdə iştirak etmişdir. Hal-hazırda Türkiyənin ordusunda təxminən 3000 tank mövcuddur. Bu tanklar arasında müasir Leopard 2A4, M60T və yerli istehsal olan 6 ay tanklar yer alır. Eyni zamanda Türkiyə ordusu təxminən 300 raketatar sisteminə malikdir. Bu raketatarlara Katyusha, RM-70, T-122 Sakarya kimi sistemlər daxildir. Bu, Türkiyə ordusunun müasir döyüş mühitində daha çevik və güclü olmasına imkan tanıyır. Türkiyənin donanması 1920-ci ildən fəaliyyət göstərir və bu, Osmanlı İmperiyasının dəniz qüvvələrinin varisi olaraq qəbul edilir. Ötən ilin məlumatlarına görə Türkiyənin donanması 90 aktiv gəmi ilə təchiz olunub. Bunların arasında bir helikopter daşıyıcı, 12 sualtı qayıq, 16 freqat, 10 korvet, 11 mədən qarşıtı gəmi, 35 patrul gəmisi və 5 amfibiya çıxarma gəmisi mövcuddur. Türkiyənin hazırki hərbi büdcəsi 40 milyard ABŞ dolları ətrafında təyin edilmişdir. Ölkənin xarici borcu 426 milyard dollardır. Ümumi dövlət büdcəsi isə 170 milyard dollar civarında təyin edilmişdir. Bu məlumatlar Türkiyənin müdafiə strategiyasında artım və özünü təmin etmək istiqamətindəki addımlarının daha aydın şəkildə göstərməsini təmin edir. Yapon ordusunun yaranma tarixi 19-cu əsrin sonlarına təsadüf edir. 1873-cü ildə Meiji islahatları çərçivəsində feodal döyüş samuraylarının yerinə daha mərkəzləşmiş və qərb tərzində təşkil olunmuş müasir ordu yaradıldı. Bu ordunun adı Yapon İmperator ordusu idi. İkinci Dünya müharibəsindən məğlubiyyətdən sonra 1947-ci ildə Yapon konstitusiyası orduyu tərk-islah etdi. Yapon İmperator ordusunun iştirak etdiyi döyüşlər 1-ci Çin-Yapon müharibəsi, Rus-Yapon müharibəsi, o cümlədən Yapon İmperator ordusunun 1-ci Dünya müharibəsində qalan iştirakı, 2-ci Çin-Yapon müharibəsi və 2-ci Dünya müharibəsidir. Tərk-islahdan sonra 1954-cü ildə təhlükəsizliyi təmin etmək məqsədi ilə Yapon özünü müdafiə qüvvələri, Japan Self-Defense Forces yaradıldı. Bu qüvvələr hal-hazırda Yaponiyanın rəsmi hərbi təşkilatıdır.
Yapon konstitusiyasında müharibədən imtina maddəsi olduğuna görə Yapon özünü müdafiə qüvvələri yalnız müdafiə məqsədli fəaliyyət göstərə bilər. Buna baxmayaraq Yapon özünü müdafiə qüvvələri bir çox beynəlxalq missiyalarda iştirak edir. Buna nümunə olaraq BMT-nin Cənubi Sudan və İraq kimi ölkələrdə infrastrukturun qurulmasına etdiyi kömək, Hind okeanı dəniz patrul missiyaları və o cümlədən 2011-ci ildə Haiti və 2013-cü ildə Filippinə humanitar dəstəklərini nümunə göstərmək olar. Hazırda Yaponiyanın əhalisi təxminən 125 milyon nəfərdir. Yaponiyada hərbi yerli əhali, yəni xidmətə uyğun olan 18-49 yaş arasındakı şəxslər 43-45 milyon nəfər təşkil edir. Bu rəqəm əhalinin təxminən 3/1 deməkdir. Lakin Yaponiya konstitusiyasının sülhçül prinsiplərinə əsaslanaraq Yapon özünü müdafiə qüvvələrində hərbi xidmət könüllü əsasda həyata keçirilir. Bundan əlavə Yaponiyanın aktiv hərbi personalı təxminən 247 min nəfərdir. Ehtiyatda olan qüvvələr isə 55 min nəfərə yaxındır. Yaponiyanın hava qüvvələri Kokujeitai adlanır və beynəlxalq adı isə Japan Air Self-Defense Force-dur. İkinci Dünya müharibəsindən sonra Yapon ordusu dağıdıldı və 1954-cü ildə müdafiə məqsədli yeni qüvvələr, Yapon hava özünü müdafiə qüvvələri yaradıldı. Hazırda bu qüvvələr təxminən 740 təyyarə və 120 helikopterə malikdir. Əsas təyyarələr arasında F-15J, F-35A Lightning Second qırıcıları yer alır. Helikopterlərin isə UH-60Z xilas etmə, CH-47J isə yük daşıma üçün istifadə olunur. Yaponiyanın tank və zirehli texnika dəstələri 2-ci Dünya müharibəsindən sonra yenidən qurulmuşdur. 1954-cü ildə Yapon özünü müdafiə qüvvələrinin yardımçısı ilə bu dəstələr rəsmi olaraq fəaliyyətə başladı. Hal-hazırda Yapon ordusuna təxminən 1000 tank mövcuddur. Əsas tank modellərinə Type 10 və Type 90 daxildir. Bu tank modelləri müasir texnologiyada təchiz edilib və ölkənin müdafiəsi üçün nəzərdə tutulub. Bundan əlavə Yapon ordusunda 200-dən çox raket atar sistemi var. Bu sistemlər arasında Type 75 və MLRS modelləri yer alır. Yaponiyanın donanması 1954-cü ildən etibarən Yapon özünü müdafiə donanması, Japan Maritime Self-Defense Force kimi fəaliyyət göstərir. Hal-hazırda müdafiə donanmasında 40 mindən çox personal var. Donanmanın tərkibində 40-dan çox gəmi mövcuddur. Bunlar arasında 5 uçuş gəmisi, 23 destroyer, 10 korvet, 10 quru amfibi gəmi və 15 sualtı qayıq yerləşir. Donanmanın həmçinin hava qüvvələri də mövcuddur və təxminən 200 dəniz təyyarəsi ilə təchiz olunmuşdur. Əsas təyyarələr arasında MH-53 Dragon helikopteri, dəniz patrul təyyarəsi olan P-1 və izlənmə üçün istifadə olunan Y-2 Hawkeye vardır. Yapon donanması müasir dövrdə beynəlxalq sülh məramlı əməliyyatlarda və dəniz təhlükəsizliyi missiyalarında aktiv rol oynayır. Yaponiyanın hal-hazırki hərbi büdcəsi təxminən 52 milyard ABŞ dolları təşkil edir. Bu, ölkənin müdafiə və təhlükəsizlik məqsədi üçün ayrılan vəsaitdir. Yaponiyanın ümumi dövlət büdcəsi isə təxminən 835 milyard ABŞ dollarıdır. Bundan əlavə, Yaponiyanın xarici borcu 9.2 trilyon ABŞ dollar səviyyəsindədir. Bu isə ölkənin böyük iqtisadi həcminə baxmayaraq ciddi şəkildə böyük bir maliyyə yüküdür. Britaniya ordusu rəsmi adı ilə British Army 1660-cı ildə İngiltərə vətəndaş müharibəsindən sonra qurulmuşdur. Əsas döyüşlər iştirakları arasında 7 illik müharibə, Napoleon müharibələri, 1-ci və 2-ci Dünya müharibələri kimi tarixi münaqişələr yer alır. Müasir dövrdə Britaniya ordusu İraq, Əfqanistan və Kosova kimi bölgələrdə sülh məramlı və müdafiə missiyalarında iştirak etmişdir. Böyük Britaniyanın ümumi əhalisi təxminən 67 milyon nəfərdir. Hərbi yerli əhalinin sayı təxminən 24 milyon nəfər təşkil edir. Britaniya ordusunun fəaliyyətdə olan əsgər sayı isə təxminən 148 min nəfərdir. Bununla yanaşı, ehtiyatda olan personalın sayı isə 80 min nəfər civarındadır. Britaniya Hava Qüvvələrinin rəsmi adı ilə Royal Air Force, yəni qısaca RAF-dır. RAF 1 aprel 1918-ci ildə yaradılmışdı və dünyanın ilk müstəqil hava qüvvəsi sayılır. Hal-hazırda Britaniya hava qüvvələrində təxminən 600 təyyarə və 230 helikopter yer alır. Bunların nümunəvi olaraq Eurofighter Typhoon, F-35B Lightning Second, Voyager KS-2, Chinook və Puma HC-2 kimi helikopter və təyyarələri nümunə göstərmək olar. Britaniya tank və zirehli texnika dəstələrinin tarixi 1916-cı ildən başlayır. Bu dövrdə ilk dəfə olaraq tanklardan 1-ci Dünya müharibəsi zamanı istifadə edilmişdir. Britaniya ordusunun tankları Royal Armoured Corps adı altında fəaliyyət göstərir. Hal-hazırda Britaniya ordusunda təxminən 2500 tank mövcuddur. Bu tankların əsas növləri arasında Challenger 2 və Warrior yer alır. Challenger 2 Britaniya ordusunun əsas döyüş tankıdır və müasir döyüş mühitində yüksək manevr qabiliyyəti və müdafiə sistemləri təchiz olunub. Warrior isə zirehli döyüş maşınıdır və piyadaları və döyüş sahəsini daşımaq və dəstəkləmək üçün nəzərdə tutulub. Britaniya ordusu eyni zamanda 300-dən çox raket atar sistemi ilə təchiz olunub. Bu sistemlər arasında MLRS və L-118 Light Gun yer alır. MLRS çoxlu raketlərin eyni zamanda buraxılmasına imkan verən sistemdir. L-118 Light Gun isə daha çox sahə əməliyyatlarında istifadə olunan yüngül və mobil artilleriya sistemidir. Britaniya donanması Royal Navy 1546-cı ildə qurulub və hal-hazırda dünya üzərindəki ən qədim donanmalardan biridir. Hal-hazırda Britaniya donanmasında 70-dən çox gəmi mövcuddur. Donanmanın tərkibinə kiçik bir baxış atsaq, 2 ədəd hava daşıyıcı, yəni təyyarə daşıyıcı gəmi, 6 ədəd destroyer, 13 ədəd freqat, 10 ədəd müharibə nəqliyyat gəmiləri, 6 qayıq, yəni kiçik ölçülü döyüş gəmiləri və sair gəmilər daxildir. Britaniyanın hal-hazırki hərbi büdcəsi təxminən 54.3 milyard dollardır.
Britaniyanın xarici borcuna nəzər salsaq, 2024-cü ilin statistikasına görə təxminən 3.1 trilyon xarici borc səviyyəsindədir. Ümumi dövlət büdcəsi isə 1.1 trilyon dollardır. Bu göstəricilər Britaniyanın iqtisadi və hərbi gücünü əks etdirir. Cənubi Koreya Respublikasının Silahlı Qüvvələri 15 avqust 1948-ci ildə yaradılmışdır. Ordunun iştirak etdiyi əsas döyüşlər nümunə göstərsək, onlara Koreya müharibəsi, Vyetnam müharibəsi və sair kimi döyüşlər nümunə göstərmək olar. Cənubi Koreya həmçinin terrorizmlə mübarizə üçün İraq və Əfqanistanda iştirak etmişdir. Ölkənin Şimali Koreya ilə yaranan gərginlikləri hal-hazırdakı ən böyük problemlərdən biridir. Cənubi Koreyanın əhalisi təxminən 51.8 milyon nəfərdir. Hərbi xidmətə yararlı əhali, yəni 18-35 yaş aralığında olan və hərbi xidmət üçün fiziki və psixoloji cəhətdən uyğun olan şəxslərin sayı təxminən 13.3 milyon nəfərdir. Bu qrup həm kişiləri, həm də qadınları əhatə etsə də, əsasən kişilər məcburi xidmətə çağırılır. Cənubi Koreya Silahlı Qüvvələrində fəaliyyətdə olan əsgərlərin sayı təxminən 555 min nəfərdir. Ölkədə məcburi hərbi xidmət mövcuddur və kişilər adətən 18-21 ay xidmətdə olurlar. Ehtiyatda olan əsgərlərin sayı isə təxminən 3.1 milyon nəfərdir. Ehtiyatda olan əsgərlər hərbi xidmətlərini başa vurduqdan sonra ehtiyat qüvvələrdə saxlanılır və müntəzəm təlimlərdə iştirak edirlər. Cənubi Koreya ordusu regionun ən güclü və texnoloji cəhətdən inkişaf etmiş ordularından biri hesab olunur. Hər iki qüvvə həm fəal, həm də ehtiyatda olan əsgərlər yüksək hazırlıq səviyyəsində saxlanılır. Cənubi Koreyanın hava qüvvələri Republic of the Korea Air Force 1 oktyabr 1949-cu ildə yaradılmışdır və Cənubi Koreyanın hava məkanını qorumaq və hava əməliyyatlarını həyata keçirmək vəzifəsini yerinə yetirir. Hal-hazırda Cənubi Koreya hava qüvvələrinin təxminən 740 döyüş təyyarəsi və 320 helikopteri var. Cənubi Koreya hava donanmasının təyyarələrdən F-35 Lightning II, F-15K Slam Eagle və KF-21 Boram 2000 modelləri aiddir. Helikopterlər arasında KİKU-H1 Suryan, AH-64Y Apache Guardian və MD-500 Defender kimi modellər aiddir. Cənubi Koreyada hazırda təxminən 2500 tank mövcuddur. Bu tanklardan biri K2 Black Panther'dir. Bu tank yüksək texnoloji sistemləri, sürəti və güclü zirehli həm hücum həm də müdafiə əməliyyatlarında istifadə edilir. Digər bir mühüm tank isə K1A1-dir. Bu, Cənubi Koreyanın öz istehsalı olan zirehli texnika olub, müasir hərbi əməliyyatlar üçün təkmilləşdirmişdir. Cənubi Koreyanın həmçinin təxminən 3500 raket atar sistemi var. Bu sistemlərdən biri K239 Chum moddur. Bu, müxtəlif kalibrli raketləri buraxa bilən çoxsaylı reaktiv radium atəş sistemidir və həm quru, həm də hava hədəflərinə qarşı effektivdir. Digər bir nümunə M270 MLR sistemidir. ABŞ istehsalı olan bu yayılma atəş sistemi Cənubi Koreya ordusu tərəfindən istifadə olunur və uzun mənzilli yayılma atəş imkanları ilə geniş miqyaslı hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur. Cənubi Koreya donanmasının adı Republic of Korean Navy adlanır və 15 avqust 1945-ci ildən fəaliyyət göstərir. Cənubi Koreya donanmasının ümumilikdə təxminən 160 gəmi mövcuddur. Bunların ümumi olaraq 3 ədəd kreyser, 6 ədəd destroyer, 14 fregat, 30 korvet və 90-dan çox müxtəlif tipli kiçik gəmilər aiddir. Cənubi Koreya donanması müasir döyüş gəmiləri və təchizatlarla güclü bir dəniz qüvvəsi yaradır və regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Ölkənin hal-hazırki hərbi büdcəsi təxminən 52 milyard ABŞ dollarıdır. Bu büdcə ordunun modernizasiyası, müdafiə texnologiyalarının inkişafı və təhlükəsizlik tədbirlərinə yönəldilir. Ölkənin xarici borcu 450 milyard ABŞ dolları ətrafında dəyişir. Ümumi dövlət büdcəsi isə 600 milyard ABŞ dollarıdır. Hindistan ordusunun beynəlxalq adı Indian Army-dir və rəsmi olaraq 26 yanvar 1950-ci ildə formalaşsa da, onun kökləri 1895-ci ildə qurulmuş Britaniya Hindistan ordusuna dayanır. Hindistan ordusunun keçirdiyi əsas döyüşlərini nümunə çəksək, buna 1-ci, 2 və 2-ci Kəşmir savaşlarını, Hind və Çin savaşını, o cümlədən Bangladeşin müstəqillik savaşını nümunə göstərmək olar. Hindistanın əhalisi təxminən 1.4 milyard nəfərdir və bunun təxminən 600 milyonu hərbi yararlıdır. Hazırda Hindistan ordusuna təxminən 1.2 milyon aktiv əsgər xidmət edir. Ehtiyatda isə təxminən 960 min nəfər vardır. Bu rəqəmlər Hindistanın dünyanın ən böyük hərbi qüvvələrindən birinə sahib olduğunu göstərir. Hindistan hərbi hava qüvvələrinin rəsmi adı Indian Air Force olub 8 oktyabr 1932-ci ildə qurulmuşdur. Bu qüvvələr Hindistan müstəqilliyindən sonra ölkənin hava məkanını qoruyan əsas qüvvəyə çevrilmişdir. Hal-hazırda Hindistanın hərbi hava qüvvələrində təxminən 1700 təyyarə mövcuddur. Bunların arasında ən önəmli döyüş təyyarələrinə Sukhoi Su-MKI, Dassault Rafale, MiG-29, Mirage 2000 və yerli istehsal olan HAL Tejas aiddir. Bundan əlavə, Hindistan ordusunda çox məqsədli bombardıman təyyarələrinə Jaguar və təlim təyyarəsi olan Hawk aiddir. Hindistan ordusu həmçinin geniş helikopter qüvvələrinə malikdir. Ümumilikdə orduda təxminən 700 helikopter var. Döyüş helikopterlərinə HAL Rudra, AH-64 Apache, HAL Light Combat və o cümlədən Mi-17 və HAL Drup kimi helikopterlərə aiddir. Hindistan tank heyəti, yəni Hindistan Zirehli Korpusu 1 may 1941-ci ildə Britaniya Hindistan dövründə qurulmuş
və Hindistan müstəqilliyindən sonra da ordunun əsas qüvvələrindən birinə çevrilmişdir. Hal-hazırda Hindistan ordusunda təxminən 4300 tank var. Bunların ən önəmliləri arasında T-90 Bhishma, T-72 Ajaya və Hindistan yerli hissəsi olan Arjun MK-1 və MK-2 tankları yer alır. Bununla yanaşı Hindistan ordusunda təxminən 1000 raket sistemi mövcuddur. Əsas sistemlərdən biri yerli istehsal olan Pinaka MBRL olub 204 km-yə qədər məsafəyə raket ata bilir. Digər mühüm sistemlərdən arasında BM-21 Grad və daha güclü Smerch MBRL sistemləri yer alır. Smerch təxminən 90 km-dən çox məsafəyə raket ata bilir və Hindistan ordusunun artilleriya gücünün əsas hissələrindən birini təşkil edir. Hindistan donanmasının rəsmi adı Indian Navy'dir və donanma 5 sentyabr 1612-ci ildə Britaniya Hindistan dövründə qurulmuşdur. Hindistan müstəqillik əldə etdikdən sonra donanma milli hərbi dəniz qüvvəsi kimi fəaliyyətini davam etdirmişdir. Hal-hazırda Hindistan donanmasında təxminən 150 gəmi və sualtı qayıq mövcuddur. Onlar arasında təyyarə daşıyan gəmilər, sualtı qayıqlar, esmineslər, firkateynlər, o cümlədən korvet və müxtəlif növ gəmilər yer alır. Hindistanın hal-hazırki hərbi büdcəsi təxminən 76,6 milyard ABŞ dollardır. Bu büdcə ölkənin müasir hərbi gücünü artırmaq və müdafiə sistemlərini gücləndirmək məqsədilə ayrılmışdır. Hindistanın xarici borcu təxminən 600 milyard ABŞ dolları civarındadır. O cümlədən ölkənin ümumi dövlət büdcəsi isə 550 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Bu büdcə sosial xidmətlər, infrastruktur inkişafı, təhsil, səhiyyə və digər dövlət xərcləri üçün nəzərdə tutulmuşdur. Çin ordusunun adı Xalq Azadlıq Ordusudur və onun rəsmi yaranma tarixi 1 avqust 1927-ci ildə təsadüf edir. Ordunun əsasından Çang üsyanı qoyulub və bu tarix Çin Xalq Azadlıq Ordusunun rəsmi yaranma günü kimi qeyd olunur. Çin ordusu bir sıra mühüm döyüşlərdə iştirak etmişdir. Bunlara Çin vətəndaş müharibəsi, Koreya müharibəsi, Vyetnam müharibəsi və sair kimi müharibələr aiddir. Bugün Çin Xalq Azadlıq Ordusu beynəlxalq missiyalarda da fəal iştirak edir. Əsasən Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatlarını dəstəkləyən Çin qüvvələri Cənubi Sudan, Livan və Mali kimi ölkələrdə sülhməramlı missiyalarda iştirak edirlər. Bununla yanaşı Çin donanması Hind okeanında piratçılığa qarşı əməliyyatlara qatılaraq beynəlxalq təhlükəsizliyə töhfə verir. Çinin hazırki əhalisi təxminən 1,41 milyard nəfərdir və bu, onu dünyanın ən çox əhalisi olan ölkəsidir. Əhalinin böyük bir hissəsi hərbi xidmət üçün yararlı hesab olunur və təxminən 617 milyon nəfərin fiziki və yaş meyarına görə hərbi xidmətə yararlı olduğu bildirilir. Bu, Çinə dünyanın ən böyük potensial hərbi qüvvəsini təmin etmə imkanı verir. Hazırda fəaliyyətdə olan əsgərlərin sayı təxminən 2 milyon nəfərdir və bu da Çini dünyanın ən böyük ordularından birinə sahib ölkələr sırasına daxil edir. Bundan əlavə Çin ordusunun ehtiyat qüvvələri də güclüdür və təxminən 510 min nəfər ehtiyatda olan əsgər mövcuddur. Bu, müharibə və ya fövqəladə hallarda Çinə tez bir zamanda güclü hərbi mobilizasiya imkanı verir. Çin hava qüvvələri People's Liberation Army Air Force 11 noyabr 1949 ildə qurulub. Hava qüvvələri Çin Xalq Azadlıq Ordusunun mühüm bir hissəsidir və hazırda dünyanın ən güclü hava qüvvələrindən biri sayılır. Çin hava qüvvələrinin hazırda təxminən 3285 təyyarəsi var. Bu təyyarələrə döyüş təyyarələri, bombardımançılar, qırıcılar və nəqliyyat təyyarələri daxildir. Təyyarələrin nümunə çəksək, J-25-ci nəsil qırıcı təyyarə, J-10 çoxməqsədli qırıcı təyyarə, H-6 qaz strateji bombardımançı və sair kimi təyyarələrə aiddir. Helikopterlərə gəldikdə, Çin ordusunun təxminən 912 helikopter mövcuddur. Bu helikopterlər müxtəlif məqsədlər, döyüş, nəqliyyat və sair üçün istifadə olunur. Əsas helikopter nümunələrə Z-10 döyüş helikopterləri, Z-19 yüngül döyüş helikopteri, Z-20 çoxməqsədli nəqliyyat helikopteri və digərləri aiddir. Çin Xalq Azadlıq Ordusunun tank heyəti Zirehli Korpus adı ilə 1945-ci ildə qurulmuşdur. Bu korpus Çinin zirehli döyüş vasitələri ilə tanıc edilmiş əsas qüvvələrdən biridir və müasir döyüşlərdə vacib rol oynayır. Hazırda Çin ordusunda təxminən 5250 tank var. Bu tanklara Type 99 Çinin ən qabaqcıl əsas döyüş tankı, Type 96 geniş yamçasız döyüş tankı, Type 15 yüngül döyüş tankı, Type 59 Çinin ilk istifadə etdiyi tanklardan biridir ki, hələ də modelləşmiş versiyalar istifadə olunur. Type 62 yüngül döyüş tankı, ZTZ-99A, yəni Type 99-un modifikasiyası aiddir. Çin ordusunun güclü raketlər sistemləri var və bu sahədə geniş bir arsenal mövcuddur. Hal-hazırda orduda təxminən 2700 raketlər sistemi mövcuddur. Bu sistemlər uzaq mənzilli və yüksək təhlükə zərbələr endirmək üçün istifadə olunur. Nümunələr çəkəsi olsaq, PHS-03 300 mm-lik uzaq mənzilli reaktiv artilleriya sistemi, AR-1A çoxlu buraxılışlı raket sistemi, A-100 300 mm-lik çoxlu buraxılış raket sistemi, VS-2 uzaq mənzilli raketlər sistemi, SR-5 çox məqsədli raket buraxılış sistemi və BP-12A taktiki raket sistemi aiddir. Çin donanması Çin Xalq Azadlıq Ordusu donanması adı ilə 1949-cu ildə yaradılmışdır. Bu donanma müasir dövrdə dünyanın ən iri və güclü donanmalarından biri hesab olunur. Hazırda Çin donanması təxminən 600-dən çox gəmiyə malikdir. Bu gəmilər müxtəlif məqsədli və tipli gəmi sinifləri ilə əhatə edilir. Bunlara Type 55 və Type 52D tipli destroyerlər, Type 054A və Type 056 tipli
bombardıman gəmiləri, Type 095 və Type 039A tipli sualtı gəmilər, Type 901 və Type 071 tipli nəqliyyat və təchizat gəmiləri, Liaoning və Shandong kimi döyüş və məşq gəmiləri aiddir. Hal-hazırda Çin Xalq Respublikasının hərbi büdcəsi təxminən 224 milyard ABŞ dolları müəyyən edilib. Bu, dünya üzrə ikinci ən böyük hərbi büdcədir və ABŞ-dan sonra gəlir. Çinin xarici borcu təxminən 3.5 trilyon ABŞ dolları civarında qiymətləndirir və bu borcun bir hissəsi müxtəlif beynəlxalq investisiyalardan və beynəlxalq maliyyə qurumlarından götürülən kreditlərdən ibarətdir. Ölkənin ümumi dövlət büdcəsi isə 3.7 trilyon ABŞ dollarıdır. Bu büdcə sosial xərclər, infrastruktur layihələri və iqtisadi inkişaf proqramlarına əhatə edir. Rusiya ordusu 1547-ci ildə 4-cü İvanın dövründə qurulmuş, müasir forması isə 1-ci Pyotrun islahatları ilə 18-ci əsrdə formalaşmışdır. Ondan sonra Sovet dövründə Qırmızı Ordu adlandırılmış və 91-ci ildə Rusiya Federasiyasının silahlı qüvvələri kimi yenidən təşkil olunmuşdur. Rusiya ordusunun iştirak etdiyi döyüşlərə Napoleonun Rusiya yürüyüşü, Krım müharibəsi, 1-ci və 2-ci Dünya müharibələri, Əfqanistan müharibəsi və Çeçenistan müharibələri aiddir. Rusiyanın hal-hazırki münaqişələrini isə Ukrayna müharibəsi və Suriya münaqişəsi kimi müharibələri göstərmək olar. Rusiya ordusu həmçinin MDB daxilində sülhməramlı missiyalarda iştirak edir. Rusiyanın əhalisi təxminən 146 milyon nəfərdir. Hərbiyə yararlı əhali, yəni 18-49 yaş aralığında olan potensial olaraq hərbi xidmətə çağırıla bilən şəxslərin sayı təxminən 46 milyon nəfərdir. Rusiyanın silahlı qüvvələrinin hal-hazırda təxminən 1 milyona yaxın aktiv xidmət göstərən əsgər var. Ehtiyatlı olan əsgərlərin sayısı təxminən 2 milyon nəfər təşkil edir. Bu şəxslər əvvəl hərbi xidmət keçmiş və lazım gəldikdə səfərbər edilən şəxslərdir. Hazırki Ukrayna münaqişəsi Rusiyanın həm aktiv qüvvələrini, həm də ehtiyat qüvvələrinin səfərbər etməsini tələb edir. Rusiyanın hava qüvvələri Vazishniya Kosmические Sila adlanır. Bu qüvvələr 1 avqust 1912-ci ildə Rus imperiyası dövründə yaradılmışdır. Lakin müasir VKS, Rusiya hava və kosmik qüvvələri 1 avqust 2015-ci ildə Rusiya hərbi hava qüvvələri ilə hava hücumundan müdafiə qüvvələrinin birləşdirməsi ilə yaradılmışdır. Rusiya hava qüvvələrinin tərkibində təxminən 3500-dən çox təyyarə var. Bu təyyarələr müxtəlif növ döyüş və dəstək əməliyyatlarında istifadə edilir. Əsas təyyarələrə Su-35 çox məqsədli döyüş təyyarəsi, Su-57 5-ci nəsil döyüş təyyarəsi, MiG-31 yüksək sürətli təyyarə, Su-30 çox məqsədli döyüş təyyarəsi, Su-34 bombardımançı təyyarə və Tu-160 strateji bombardımançı kimi təyyarələr aiddir. Rusiya hava qüvvələrinin helikopter donanması təxminən 1500 helikopterdən ibarətdir. Əsas helikopterlərə Mi-28 hücum helikopteri, K-52 Alligator hücum və kəşfiyyat helikopteri, Mi-35 nəqliyyat və hücum helikopteri, Mi-26 ağır nəqliyyat helikopteri, Mi-8 çox məqsədli nəqliyyat helikopterləri aiddir. Bu təyyarə və helikopterlər Rusiya hərbi hava qüvvələrinin əsasını təşkil edir və müxtəlif əməliyyatlar üçün geniş istifadə olunur. Rusiyanın tank qoşunları 1919-cu ildə yaradılmışdır. Bu dövrdə Sovet İttifaqı tank qüvvələrini yaratmağa başladı və 2-ci Dünya müharibəsində Sovet tankları əsas güclərdən biri oldu. Məşhur T-34 tankları müharibənin taleyini dəyişdi və Sovet tank qoşunlarını gücləndirdi. Rusiya ordusunda hazırda təxminən 12000 tank var. Əsas tank modellərinə T-72 geniş yayılmış və modelləşdirilmiş tankı, T-80 qaz turbinli mühərrikə malik yüksək sürətli tankı, T-90 müasir və Rusiya ordusunun əsas döyüş tankı, T-14 Armata 5-ci nəsil müasir döyüş tankı aiddir. Rusiya ordusunda təxminən 3500 raketar sistemi mövcuddur. Əsas raketar sistemlərinə BM-21 Grad çoxbaşlıqlı raket sistemi, BM-21 Uragan ağır raketar sistemi, BM-30 Smerch uzaq mənzilli çoxbaşlıqlı raket sistemi, TOS-1A Buratino termobarik raketar sistemi aiddir. Bu tanklar və raketar sistemləri Rusiya ordusunun zirehli və atəş dəstəyi imkanlarını təmin edir. Xüsusilə böyük miqyaslı əməliyyatlarda geniş istifadə olunur. Rusiya donanması 1696-cı ildə 1-ci Pyotr tərəfindən yaradılmışdır. Donanmanın adı Voyenne-Morskiy Flot Rossiya kimi tanınır. 1-ci Pyotrun dövründə Rusiya ilk dəfə olaraq dəniz gücü olaraq inkişaf etməyə başladı və donanma o vaxtdan bəri bir çox böyük dəniz əməliyyatlarında iştirak etmişdir. Rusiya donanmasının hazırda təxminən 605 gəmidən ibarət olduğu bildirilir. Bu donanma müxtəlif növ gəmi və sualtı qayıqlardan ibarətdir. Əsas gəmi növləri və nümunələrinə hava daşıyıcılarının ən məşhur nümunə Admiral Kuznetsov, raket kreyserlərinə Pyotr Veliki, sualtı qayıqlara Borey sinfi nüvə başlıqlı və Akula sinfi nüvə sualtı qayıqları, fırkateynlərə Admiral Gorshkov sinfi müasir fırkateynlər, destroyerlərə Savremenniy sinfi destroyerlər, korvetlərə Buryan M sinfi kiçik ölçülü, lakin böyük manevr qabiliyyətli korvetlər və sair aiddir. Rusiyanın hərbi büdcəsi 10.7 trilyon rubl, yəni təxminən 120 milyard ABŞ dolları planlaşdırılıb. Bu, ötən illə müqayisədə 70% artım deməkdir və ümumi dövlət büdcəsinin təxminən 1/3-ni təşkil edir. Yeri gəldikdə ümumi dövlət büdcəsi 36.6 trilyon rubl, yəni 411.7 milyard ABŞ dolları həcmindədir. Rusiyanın ümumi xarici borcu isə 17.9 milyard dollar civarında qalmışdır. Bu büdcə artımı əsasən Ukrayna ilə davam edən müharibənin maliyyələşdirməsinə yönəlib və ölkə iqtisadiyyatı üzrə böyük təsir göstərir.
ABŞ ordusu ABŞ Silahlı Qüvvələrinin quru qoşunlarını təşkil edir və 14 iyun 1775-ci ildə yaradılmışdır. Bu tarix ABŞ ordusunun müstəqillik mübarizəsi üçün kontinental ordu kimi qurulması ilə əlaqədardır. ABŞ ordusu ölkənin müdafiəsini təmin etmək və beynəlxalq sülhün qorunmasında mühüm rol oynayır. ABŞ ordusunun iştirak etdiyi döyüşlərə bəzi nümunələr göstərsək, bunlara Amerikanın İnqilab Müharibəsi, Amerikan Vətəndaş Müharibəsi, 1-ci Dünya Müharibəsi, o cümlədən 2-ci Dünya Müharibəsi, Koreya Müharibəsi, Vyetnam Müharibəsi, İraq və Əfqanistan, o cümlədən sair döyüşləri göstərmək olar. ABŞ dünyanın ən güclü hərbi qüvvələrinə malikdir. Hal-hazırda ölkənin əhalisi 335 milyon nəfərdir. 18-49 yaş arasında hərbiyə yararlı şəxslərin sayı isə 70-80 milyon nəfər arasında dəyişir. Fəaliyyətdə olan ABŞ ordu silahlı qüvvələrinin təxminən 1.3 milyon hərbçisi, ehtiyatda isə 800 min əsgəri var. Bu qüvvələr quru qoşunları, hava qüvvələri, donanma və dəniz piyadalarından ibarətdir. ABŞ-ın hava qüvvələri United States Air Force müasir halda 18 sentyabr 1947-ci ildə yaradılmışdır. Bu qüvvələr ABŞ-ın hava üstünlüyünü qorumaq və hərbi əməliyyatlarda qlobal hava dəstəyi təmin etmək məqsədilə qurulmuşdur. ABŞ-ın hal-hazırda hava qüvvələrində təxminən 5200 təyyarəyə sahibdir. Bu təyyarələr müxtəlif döyüş, nəqliyyat, kəşfiyyat və təlim məqsədləri üçün istifadə olunur. Bu təyyarələrin nümunələri göstərsək, F-22 Raptor, F-35 Lightning II, B-2 Spirit, S-130 Hercules və digər növləri göstərmək olar. Bununla yanaşı, ABŞ ordusuna təxminən 4000 helikopter mövcuddur. Bu helikopterlər əsasən nəqliyyat, kəşfiyyat, tibbi evakuasiya və hücum məqsədləri istifadə olunur. Nümunələr çəksək, AH-64 Apache, UH-64 Black Hole və CH-47 Chihawk kimi helikopterlər nümunə göstərmək olar. ABŞ-ın tank və zirehli korpusu United States Air Armor Branch adlanır və bu hərbi bölmə rəsmi olaraq 10 iyul 1940-cı ildə yaradılmışdır. ABŞ ordusunun zirehli qüvvələri 2-ci Dünya müharibəsində özünü göstərmiş və müasir döyüş taktikalarında böyük rol oynamışdır. Hal-hazırda Amerika ordusunda təxminən 6000 tank mövcuddur. Bu tanklar əsasən döyüşlərdə hərəkətlilik və atəş gücünü təmin edir. Tanklara nümunə göstərsək, hal-hazırda M1A2 Abrams ABŞ-ın əsas döyüş tankıdır. Güclü zireh, yüksək manevr qabiliyyəti və qabaqcıl atəş idarəetmə sistemi ilə təchiz olunmuşdur. Bununla yanaşı M1A2C, yəni M1A2 Abrams tankının ən yeni versiyasından da orada aktiv istifadə olunur. Həmçinin ABŞ ordusu M1 Abrams tanklarından da istifadə edir. ABŞ ordusunda olan raket atarların sayı ümumi olaraq ictimaiyyətə açıqlanmasa da, bu növlərə M142 HIMARS raket sistemləri, o cümlədən M270 MLRS sistemləri, Patriot müdafiə sistemləri, THAAD müdafiə sistemləri və o cümlədən Avenger Air Defense System kimi raketlər sistemləri aiddir. ABŞ donanması United States Navy, ABŞ-ın dəniz gücü olaraq ölkənin müstəqilliyini qoruması və qlobal dəniz təhlükəsini təmin etməsi məqsədilə fəaliyyət göstərir. Donanma 13 oktyabr 1773-cü ildə yaradılıb və ABC-ın ən köklü hərbi xidmətlərindən biridir. Hazırda ABC donanmasında 490-dan çox gəmi var və bu gəmilərə Nimitz sinifi, Gerald Ford sinifi aircraftlar, Ticonderoga sinifi cruiserlər, Alred Brooks sinifi destroyerlər, Virginia və Ohio sinifi sualtı qayıqlar, o cümlədən Wasp və Amerika sinifli amfibi gəmiləri və logistika və təchizat üçün support, yəni dəstək gəmiləri aiddir. ABŞ-ın müdafiə büdcəsi təxminən 858 milyard dollar səviyyəsindədir. Bu, dünyanın ən böyük hərbi büdcəsidir və qlobal miqyasda müdafiə, modernləşmə, texnologiya və beynəlxalq təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır. Ölkənin xarici borcu təxminən 33 trilyon dollar səviyyəsindədir. Bu borc qismən daxili investorlar və xarici dövlətlər tərəfindən sağlanılır. ABŞ-ın ümumi dövlət büdcəsi isə təxminən 6 trilyon dollar olaraq planlaşdırılıb. Bu büdcənin əhəmiyyətli bir hissəsi sosial proqramlar, müdafiə, səhiyyə, təhsil və digər ictimai xidmətlər üçün ayrılır. Bu videoda dünyanın ən güclü orduları haqqında məlumat verməyə çalışdım. Daha çox bu tərzdə araşdırma videolarının gəlməsi üçün videonu bəyənməyi, paylaşmağı və ən azı kanalımıza abunə olmağı unutmayın. Video istəklərinizi yorumlarda bildirə bilərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə. Allah'a əmanət olun.